Salam, hər vaxtınız xeyir olsun. AR24-ün efirində gündəmin növbəti buraxılışını təqdim edirik. Artıq 2 həftədən çoxdur ki, İran, İsrail və ABŞ üçbucağı arasında gərginlik hökm sürür. Bu vəziyyət ilə birbaşa iqtisadiyyata, dolayı yolla isə müxtəlif sahələrə təsir göstərir, risk faktorunu artırır. İndiki məqamda Hörmüz boğazının bağlanması və deyilir ki, ABŞ və İsrail üçün bağlıdır bu boğaz, amma yenə də təbii ki, risklər mövcuddur və indiki məqamda dünyanın neft ixracının təxminən 20%-ni həyata keçirən bu boğazın bağlanması və yəni bu ətrafda gərginliyin hökm sürməsi iqtisadiyyata böyük zərbədir. Bu baxımdan ilə studiyamızın qonağı ilə birlikdə bu məqamlardan danışacağıq, amma əvvəlcə hazırda vəziyyət necədir, nə baş verir ondan danışaq. ABŞ prezidenti Donald Trump'ın bununla bağlı açıqlaması var ki, Britaniya və digər ölkələrə hazırda Hörmüz boğazı ətrafında hökm sürən gərginliyin azaldılması istiqamətində, yəni təhlükəsizlik tədbirləri üçün addım atmağa çağırıb. Təbii ki, bu istiqamətdə də danışacağıq. Bu məqamın da elə indiki məqamda siyasi baxımdan artan gərginliyin iqtisadi baxımdan bu cür risk faktorunun artırılmasına təsirləri var. Təbii ki, bundan da danışacağıq. Eyni zamanda yəni Abbas Araqçının da bir açıqlaması var. Bununla bağlı da qeyd olunur ki, məhz Hörmüz boğazı ABŞ və İsrail üçün bağlıdır. Digər dövlətlər bu boğaz vasitəsilə ixracı təmin edə bilərlər, neft daşınmalarını həyata keçirə bilərlər. Amma indiki məqamda digər dövlətlər bir qədər çəkinir bu addımı atmaqdan. Çünki risk faktoru var və belə olan halda təklif azalır və qiymət artır. Bu isə neftin qiymətini artırır. Müharibə başlamamışdan öncə 60-70 dollara təklif olunan neft indiki məqamda neftin qiyməti 100 dollarda keçir. Təbii ki, bu məqamlardan danışacağıq studiyamızın qonağı ilə birlikdə. Xoş gördük Elçin bəy. İndiki məqamda dedik artıq bir sıra məqamlarla bağlı xəbərləri, ilkin informasiyalara təqdim etdik. Hörmüz boğazı ətrafında gərginlik hökm sürür və elə ilk sualımı sizə ünvanlayacağım. Məsələ qrafik təsvir vasitəsilə. Artıq Hörmüz boğazının müəyyən bir müddətə bağlanması iqtisadiyyata böyük zərbə hesab edilir və indiki məqamda elə bu qrafik təsvirdə də Hörmüz boğazının müəyyən bir müddətə nə qədər vaxt bağlı qalmasının nə qədər ziyana, itkiyə səbəb olacağı ilə bağlı burada məqamlar qeyd olunur. Bundan danışmağınızı istəyəcəm ki, indiki məqamda Hörmüz boğazı nə qədər bağlı qalarsa, bu dünya iqtisadiyyatı üçün yəni müəyyən bir pul itkisinə, məbləğ itkisinə səbəb ola bilir. Sizdən eşidək, buyurun. Təbii ki, Hörmüz boğazının bağlı qalması Rəqsanə xanım, bu siyasi hadisələrin, yəni birbaşa ABŞ ilə İran arasında, o cümlədən onların tərəfdaşları arasında aparılan müharibənin nəticələrindən asılıdır. Onun nə dərəcədə tez effekt verməsindən, nə dərəcədə uzanmasından asılıdır. Bu barədə hələ ki qeyri-müəyyənlikdir. Müxtəlif mesajlar, bir-birinə zidd mesajlar eşidirik və bu uzandıqca bu bağlı qalacaqdır. Əsas məsələ orada kimin bağlı saxlamasıdır. Məsələn, ilk olaraq elə proqnoz edilirdi ki, ABŞ Hörmüz boğazını İran üçün bağlayacaqdır və təbii ki, digər tərəfdaşlar üçün açıq saxlayacaqdır. Çünki ABŞ-nin dənizdə üstünlüyü var, hərbi üstünlüyü var. Amma tərsinə oldu. İstənilən halda dənizdə üstünlüyə baxmayaraq, boğaz indi təkcə deyək ki, görünür, gəmilərin vasitəsilə nəzarətdə saxlanılır, başqa yollarla saxlanır və İran nefti başqa adlarla, başqa gəmilərlə, başqa formalarda, yəni oradan daha çox daşınır və İran deyək ki, digər gəmilərin əksinə orada hərəkətinə, tankerlərin hərəkətinə məhdudiyyət yaradır. Yəni, məsələ hələ ki, vəziyyət tərsinədir. Gələcəkdə bu yenə dəyişə bilər. Yəni, bu sırf qüvvələrin nisbətindən asılıdır. Amma hələ ki, burada qüvvələr nisbəti hələ ki, bir neçə gündür belə stabil olaraq belə qalıbdır. Nə qədər belə stabil qalacaq, nə qədər dəyişəcək, təbii ki, biz bilmirik. O cümlədən verilən mesajlardan da var ki, bəzi mesajlar var ki, ABŞ təslim olub geri çəkiləcəkdir Afqanistandakı kimi. Bəzilərindən var ki, yox, geri çəkilməyəcəkdir. Daha çox deyək ki, oraya qüvvə cəlb edəcəkdir. Amma istənilən halda, yəni Hörmüz boğazından keçən neftin miqdarı məhdudlaşır. Bu, istər İran neftinin məhdudlaşması hesabına olsun, istər ərəb ölkələrinin, Körfəzdə yerləşən ərəb ölkələrinin neftinin məhdudlaşmasının hesabına olsun. Yəni, Hörmüz boğazının əvvəlki buraxılış qabiliyyəti yoxdur. Və bu səbəbdən dünya bazarında neftin deyək ki, təklifi təxminən sırf bunun azalması hesabına təxminən bir 10% azalıbdır. Və sırf bu 10% azalma kifayət edib ki, yəni neftin qiymətlərində çox böyük dalğalanmalar əmələ gəlsin və neft qiymətləri qalxsın və bu zaman təbii ki, həmin körfəzə aid olmayan digər neft istehsalçısı və neft ixracatçısı ölkələr təbii ki, burada net
uduşlu vəziyyətdədirlər. Elçin bəy, Hörmüz boğazı indiki məqamda bilirik ki, Fars körfəzi ilə Hind okeanını birləşdirir və gündəlik olaraq bu boğaz vasitəsilə 17-20 milyon barel həcmində neft daşınır və indiki məqamda bu boğazın bağlanması, hətta elə müxtəlif nəşrlər də bununla bağlı yazırlar ki, Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına birbaşa hücumdur. Belə hesab olunur, belə deyilir və indiki məqamda təbii ki, Azərbaycan da nefti ixrac edən bir ölkədir. Hörmüz boğazının bağlanması və digər dövlətlərin indiki məqamda bir qədər geri çəkilməsi neft ixracı baxımından bu Azərbaycan üçün nə deməkdir? Yəni indiki məqamda bizim buradan qazancımız və yaxud da hər hansı bir itkimiz ola bilərmi? Bəli, itkimiz var. Azərbaycan üçün çox maraqlı biz burada belə bir vəziyyətdəyik. Digər ölkələrdən fərqli olaraq, bir çox neft ixracatçı ölkələrdən fərqli olaraq Azərbaycan üçün ümumi vəziyyət biraz ziddiyyətlidir. Belə nə mənada ziddiyyətlidir? Belə ki, ölkə olaraq biz neft olaraq uduruq. Burada sırf indi başqa hadisələri nəzərə almasaq və bu ümid edən bu geosiyasi hadisələrin başqa qonşu ölkələrə sirayəti, genişlənməsi hadisələri baş verməsə, hal-hazırda stabil vəziyyətdə, yəni sırf iqtisadi baxımdan, praqmatik baxımdan və merkantil baxımdan biz uduşlu vəziyyətdəyik. Çünki biz neftimizi daha bahaya satırıq. Bu bir. İkincisi, həmişə qeyd elədiyimiz kimi Azərbaycan yaxşı olardı ki, elə məhz belə vəziyyətlərdə neftini daha çox artırardı, satışını daha çox artırardı. Bizdə stabildir, həmişə stabildir. Məsələn, digər ölkələrdə bu strategiyalara əməl edirlər. Məsələn, ABŞ neftin baha qiymətində, Kanada neftin baha qiymətində şist neftlərini satmağa başlayır, neft ehtiyatlarını satmağa başlayır. Eyni zamanda mövcud neft quyularının istehsalını mümkün ki 20-25% artırında texniki imkan verir ki, artırılsın, digər ucuz vaxtlarını azalsın. Amma Azərbaycan üçün başqa bir maraqlı, Azərbaycan bu yoxluğuna görə bu ümumi bütün neft yatağını daha baha qiymətə satmağa imkan verən bir strategiyadır. Bizdə də tətbiq olunması təbii ki, ölkənin neft yataqlarından daha çox bizə gəlir əldə etməyimizə kömək edərdi. Amma indi baxın, Azərbaycanda əhali üçün bu nə deməkdir? Əhali üçün ümumiyyətlə dünyada qlobal olaraq qiymətlərin qalxması deməkdir. Neftin qiymətinin qalxması, bilirsiniz ki, əksər məhsulların maya dəyərinə, istər onun istehsalı formasında, istər onun daşımaları formasında, beynəlxalq daşımaları formasında, daxili daşımalar formasında maya dəyərinə daxil olduğuna görə onların qiymətini qaldırır. Yəni qlobal inflyasiya baş verir. Eyni zamanda qlobal inflyasiya baş verəndə qlobal tələb də biraz azalır və buna görə işsizlik də, tələb azalanda istehsal da azalmağa başlayır. Qlobal işsizlik, qlobal üdəmənin aşağı düşməsi və qlobal inflyasiya baş verir bu fonda və belə bir fonda bizim idxal etdiyimiz məhsulların da qiyməti artır və bu zaman bizim istehlakçının, bizim vətəndaşın xərcləri artır. Bizim vətəndaşın xərcləri artır. Vətəndaş əvvəlkindən nisbətən özünü daha yoxsul vəziyyətdə hiss edir. Çünki indi az xərcləyə bilir qiymətlər artdığına görə. Ölkənin gəlirləri artmasına baxmayaraq, təbii ki, gəlirlər neft fondunda toplanır və iqtisadiyyata daxil olmur. Çünki neft fondunun 3 müqəddəs vəzifəsindən biri elə yeganə düzgün icra edə bildiyi vəzifəsi də onu neft pullarını iqtisadiyyatdan təcrid etmək funksiyasıdır və onu çox effektiv icra edir. Yəni, artan neft varsa da o fondda toplanır, birbaşa iqtisadiyyata girmir və biz onun müsbət təsirini görmürük vətəndaş olaraq, amma mənfi təsirini görürük. Elçin bəy, bir müddət əvvəl ABŞ prezidenti Donald Trump İranı hədələyirdi ki, İran üçün önəmli olan, ümumiyyətlə dünya üçün önəmli olan enerji arteriyası hesab edilən Xarq adasını vuracaq və artıq vurdu da. Və indiki məqamda Hörmüz boğazı da bir tərəfdən bağlanır və digər daşıyıcılar burada neftlərini ötürməkdən, ixrac etməkdən çəkinirlər və bir məqamda var ki, Qətər buradan maye qazını da ixrac edir böyük hissəsini və indiki məqamda bir növ yəni dalana dirənir yəni dünya iqtisadiyyatı və bu baxımdan indiki məqamda əgər bu müharibə daha çox davam eləsə və enerji infrastrukturları, mühüm ərazilər bombalansa, vurulsa, bu dünya iqtisadiyyatı üçün, inflyasiya üçün nə vəd edir? Yəni irəliləyən dövrdə biz hansı mənzərəni müşahidə edəcəyik dünya iqtisadiyyatı baxımından? Burada iki cavab var. Birinci cavab odur ki, təbii ki, həmin Körfəz ölkələrində istehsal olan neftə, o cümlədən oradan Hörmüz boğazından ixrac olan neftə alternativlər var. O cümlədən elə Körfəz ölkələrindən biri, ən böyük neft istehsalçısı, o da Səudiyyə Ərəbistanı, neftini deyək ki, Körfəz vasitəsilə deyil, Qara dənizə onun, Qırmızı dənizə üzr istəyirəm, onun neft kəməri var. Qırmızı dənizə neft göndərməklə biraz daha uzun olur, biraz daha bahaya başa gəlir, amma Qırmızı dənizə neft deyək ki, kəməri ilə göndərməklə oradan ixrac edə bilir. Deyək ki, İraqın və sair olaraq Suriya üzərində neft kəmərləri var. Təbii ki, həmin neft kəmərlərində müəyyən kapasiteləri var ki, məhdudiyyətlər var, tam şəkildə onu həyata keçirə bilmir. Yəni, alternativlər var. O cümlədən alternativ odur ki, başqa neft ixrac edən ölkələr
Belə bir məqamda Azərbaycan istisna olmaqla, çünki biz həmişə tam kapasitədə ixrac edirik, bu bizim çatışma cəhətimizdir. Amma OPEC Plus məsələn ölkələri baha olanda daha çox ixrac edirlər və bundan əlavə qazanırlar. ABŞ, Kanada kimi ölkələr baha olduqda təbii ki, daha o cümlədən ehtiyatlar var, ehtiyatları istifadə edirlər. Həm istehsalçıların ehtiyatları var, deyək ki, çənlərdə, həm də istehlakçıların qaz ehtiyatları və neft ehtiyatları var. Onlar bu həmin məqamda baha olduğuna görə həmin ehtiyatlardan istifadə etməyə başlayırlar və nəhayət qiymətlərin yüksək olması yaşıl enerjiyə bir növ elə yaşıl işıq yandırır. Çünki qiymət bahadır, yaşıl enerjiyə investisiya etməyə dəyər. Amma ikinci cavab da odur ki, bunlara baxmayaraq, yəni bunlar hamısı məcburiyyətdən yaranır. İstər alternativ boru kəmərindən istifadə, deyək ki, şist neftinin istehsalı, yaşıl enerji və s. belə neft ehtiyatları və bunlar məcburiyyətdən yarandığına görə bu, yəni qiymət yuxarı olması səbəbindən yaranır. Yəni qiymət bir müddət yuxarı qalacaqdır o formada, amma təbii ki, başqa digər effektlər olmayacaqdır. Qiymət yuxarı olacaqdır. Yüksək neft qiymətləri, deyək ki, yüksək də digər məhsulların qiymətini, yəni inflyasiya vəd edir. İnflyasiya da eyni zamanda qlobal istehsalın ÜDM-nin artımının aşağı düşməsini vəd edir və müəyyən qədər işsizlik vəd edir. O cümlədən tək Azərbaycan üçün yox, elə qlobal istehlakçı üçün bütün qiymətlərinin, o cümlədən ərzaq qiymətlərinin artmasını vəd edir. Çünki ərzaqın da istehsalında dizel çox istifadə olunur, daşınmasında çox istifadə olunur. Ərzaq çox tutumlu bir şeydir və ona görə hər kiloqramın daşınmasında da bu çox istifadə olunur və ərzaqın da qiymətinin artması bütün dünyada ilk növbədə yoxsul təbəqəyə daha çox təsir edir. Çünki yoxsul insanların istehlak səbəbində faiz etibarilə ərzaq daha çox paya malikdir və o baxımdan qlobal yoxsulluq deyək ki, artacaqdır. Bax, bu ona da təsir edir. Elçin, son sualımı da vermək istəyirəm. Bilir ki, ABŞ hazırda İran ətrafında enerji infrastrukturları baxımından bir növ hegemonluğu ələ alıb və indiki məqamda da deyilir ki, ABŞ Hörmüz boğazı ətrafındakı gəmiləri müşahidə etmək üçün beynəlxalq koalisiya da yarada bilər və indiki məqamda bir yəni xüsusi istiqamət də var ki, Rusiya-Ukrayna müharibəsi səbəbini bilirik ki, artıq 4 il müddətindədir ki, sanksiyalar tətbiq edilir və artıq həmin sanksiyalarda burada İran tərəfindən yaxın şərqdə enerji infrastrukturları vuruldu və bu baxımdan da artıq Rusiya-Ukrayna müharibəsində bir fərqlilik müşahidə edilir. Yəni bu istiqamətdə olan sanksiyalar da bir növ aradan qaldırıldı. 4 ildən sonra bu addım atıldı. Və indiki məqamda bu cür addımların atılması iqtisadi baxımdan dedik ki, irəliyən dövrdə böhran riskini daha çox artıracaq və önəmli olan Hörmüz boğazı, Xarıq adası bu istiqamətdə təhlükə daha çox artır və investorlar neft daşınmasını həyata keçirən şəxslər geri çəkilir və qiymət də artır. Və belə olan halda mən əsasən ərzaqların adlarını sadalamağınızı istəyəcəm ki, hansı növ məhsulların qiymətində biz irəliyən dövrdə artım müşahidə edəcəyik? Bununla da yekunlaşdıraq, buyurun. Bəli, biz balaca bir xırca giriş vereyim. Yəni, Hörmüz boğazının istər ABŞ-nin, istər İranın tam şəkildə əlinə keçməsi, nəzarətinə keçməsi işi biraz yüngülləşdirir. Çünki İran da tam nəzarətinə keçsə belə, o artıq məsələyə kontrol edəcəkdir. Digər ölkələrin deyək ki, neft tankerlərini öz şərtləri ilə buraxacaqdır. ABŞ-nin əlinə keçərsə, o da öz şərtləri ilə əksər deyək ki, neft tankerlərini buraxacaqdır. Yəni, buraxılış qabiliyyəti hər iki halda qismən bərpa olunacaqdır. Qismən artacaqdır. Qaldı ərzaqlara. Bəzi ərzaqların çəkisi çoxdur və onların hasilə gəlməsində dizel çox istifadə olunur və gübrələr çox istifadə olunur. Məsələn, bura ilk növbədə buğda və bütün taxıl bitkiləri daxildir. Bütün taxıl bitkilərini istehsal olunarkən onlara daha çox, digərlərindən daha çox gübrə verilir. O cümlədən deməli taxıl bitkilərinin biz proqnoz edə bilərik ki, maye dəyəri qlobal iqtisadiyyatda artacaqdır. Eyni zamanda onların həm də çəkisi ağır olduğuna görə, onlar böyük hissələrdə daşındığına görə, onların daşınmasında da, çünki taxıl belədir ki, adətən çox az ölkələrdə istehsal olunur və digər ölkələr ixrac olunur böyük miqdarlarda. Ona görə o da təbii ki, onların maye dəyərinə ciddi şəkildə təsir edəcəkdir. Taxılda artacaqdır. Taxıldan başqa eyni zamanda bu ət və süd məhsullarının istehsalında da müəyyən qədər istifadə olunur bu daşınmalarda. Taxıl qədər olmasa da və tərəvəzlərdə də tərəvəzlər, ətdir, xüsusən də günəbaxan yağında çox istifadə olunur. Çünki günəbaxanın özünün istehsalında gübrələrin və yığımı zamanı dizelin çox istifadə olunur. Yəni biz hesab etmək olar ki, onların qiymətində daha çox artım olacaq.
Təşəkkür edirəm Elçin bəy, studiyamızın qonağı olduğunuz üçün və gündəmin əsas müzakirə mövzularından bəhs etdiyiniz üçün və indiki məqamda bilirik ki, ABŞ, İran və İsrail üçbucağı arasında gərginlik hökm sürür, dünya iqtisadiyyatına hücum kimi qiymətləndirilir bu addım və indiki məqamda nə qədər davam edəcəyi bəlli deyil, amma birbaşa iqtisadiyyat və dolayı yola logistika eyni zamanda digər sahələr hədəfdədir. Hələlik çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Gündəmin efirini izlədiniz, yəni gündəm verilişini izlədiniz. Çatdıra biləcəklərimiz bu qədər. Sağ olun, salamat qalın.